Salam, xoş gördük əziz tamaşaçılar. Hamınızı salamlayıram. Allah Allah. Bu Suzannadır. Ay Suzanna, sen necə dəyişildin? Ay Suzanna, bugün de tam başqa cür görsənirsən. Nə gözəl görsənirsən. Suzanna, Suzanna. Suzanna, Suzanna. Siz heç də, siz hər zaman mikrofonu götürün. Siz hər zaman, var mikrofon, hə? Siz hər zaman möhtəşəmsiniz. Suzanna, atanı görmək istəyirsən. Mobil necəsən? Çox sağ olun, varam. Şükür Allah'a, yaxşılıqdır. Hə. Ki mobilə tərəfi dönürsünüz nəsə. Maraq dünəndən bu işarələr davam edir. Suzanna, illər sonra Suzanna illər sonra atası üçün bu studiyaya gəldi. Mi Suzanna. Və Muradın DNK'sı. Murad. Mikrofonu götür ay mobil. Bu eşdirəm. Heç olmasa qoy bugün açın. İndi baxar tələ vaxta var. Adamlar gəlsin deyirsən. Bəli, gəlsinlər onlar. Gətirmisiniz mi o adamları? Mikrofon verin ora. Mobil deyir gəlsin axı deyir telefonla niyə? Xoşqədəm xanım, həmən adamlar kimdir? Bir dənə mən açıqlayayım, buradakı oturan insanlara bir qiymət versinlər. Buyurun, mobil açıqla həmən adamlar. Dönən demişim, nə olmuşsun? Mən deyim də kimdir o adamlar. Rəxşəndə, Qəşən. Yox, əsas şey Sonra deyirsən. gəlməlidir Səma, Salman. Rafael. Gördün. Bir o məktubu yazan var. Hə. Bir o gəlməlidir. Görüm o kim yazır, nəyə görə yazır? Nədən ötəri yazır? Masubu telefonu... Bu Səmanı mən deyim də, o Səma kimdir? Mən mobili axtarmışam Ağdam cəmatına. Tanıdığım adamlara zəng eləmişəm ki, Mənim işim var ki, bir dəqiqə qardaşım. Sən demsən ki, 5 dəfə imişdə get gəlmişəm. Sən onu sübut edirsən. sübut Ayrı işin yox. eləyəcəksən, Mən yox. sənin nə işim var? Sağ ol, Allah köməyində olsun. Qardaş. Səndən razıyam mən. Mən səni axtarmağın, sənin üçün bir dənə pisliyim keçib sənə. Yox, pişdin ki. Səmanı mən göndərmişəm ki, sizin kətdə filan kəs var, sən niyə ona razı deyək ki... olmursan ki, o gələ? Niyə razı olmursan? Nə məsələdir? Qadın xeylan bura nəyə gətirirsən? Adam uzaq Yox, yerdə. buradakı qadınlar... Mən buradayam, sənin Səmaya, arkadaş, qadınlar Rafayla deyilən sözü Yox, mən yox, səndən yox, məhvanında razı deyiləm. Burada oturanlar qadın deyil. Qadın da xanımdır. Başqa Bu adam bir... işləyir, Yox, xanım. denən İşləmir işləyir, o, denən işləmir, nə. Amma o qadın, işləmir. buradakılar da qadındır. Mən də qadınam, Bəli, hər gün əlbəttə, gəlib var veriliş ki. yaparıram. Burada nə var ki, sən boşun bölüm. Nə var burada? Bir dənə sən mənə qazat eləyəsən ki, mən 5 dəfə imişdə gedib gəlmişəm. Bir də onu deyərsən. Mənim sənin ayrı işim yoxdur, Mikrofon. qardaş. Bəli, getməmişəm mən. İmişliyə getməmişsən Bəli, getməmişəm. Sən aparan taksi də gələr, sən aparan taksini gətirəcəm Bir dəfə bura. qardaşım gedib. Bağlansın da ona aparan taksi. Hardan tanıyırdı qardaşın o otağı, o aranı? O dedi, bax o göndərib bizi, bax o. Kim deyib? O deyir ki, Ayşə. niyə siz maraqlanmırsınız? Niyə Ayşə imişliyə deyir. getmirsiniz? Ha. Ha. Ayşən bax. Bəs o sən dedi. getmisiniz də 40 imişliyə. dəfə həmsinə zəng Necə elədim, bir dəfəyə milyon dəfə getdiniz, zəng tapdınız ora, bunlardan soruşmamış. Bu adam 2 gün axtarıb onları. Sən niyə O birbaşa adama tapdın mən oranı? icazə verməmişəm o axtara. O yaxşı oğlan idi. Bəs sən mənə bir dəqiqə, sən mən kimləsə qorxuza bilmərsən. Sən mənə deyirsən ki, Qazaxıstandan sən bizə neyinləyəcək? Səni də götürüb Mobil hardan bilir ki, o Qazaxstandakılar sənə nə eləyəcək? Bilmirəm da, dedi ki, bilsən sən Mobil neyinləyəcəklər. sən hardan bilirsən ki, Qazaxstandakı bu adamlara nə? Onlarla əlaqəm var. Nətər? Deyir ki, o Telefonda mənə Qazaxstandakı deyirsən ki, adamlar sən var. bilirsən Hansı ki neyniyəcəklər? Muradı, bir dəqiqə, hansı ki Muradı aparıblar, saxlayıblar, böyüdüblər həmən Murad adlı uşağı. Bax, deyir ki, demisən ki, onlar gör sizin başınıza nə oynaşacaq. O adamlarla əlaqən var sənin? Görməmiş o nömrəsi yoxdur onlar mənim. Və sonda hardan deyir? Yalan söhbət. Kimə deyib bu sözü? Prosta Zəng elədi 2 dəfə bu. Mobil. Mobil Bəs mənə zəng elədi. yaxşı sən mənə niyə zəng eləmişdin? Nətər? Niyə zəng elədin? Ha? Ay, mən hara zəng eləyim bəs qardaş? Sən özünü ortağa soxma da, xahiş edirəm.
ay O cəmaət, danışımı bu qutarım kişi ilə. adam, Ondan sonra mən görmüşəm sənlə ki, məsələn quzusu başlayaq. itən adamı tapanda quzusunu tapırsan, toyuğunu tapırsan sevinir. Bu adamlar hamısı məndən soruşub bunların qoxuma qərəbəsi ki, sən Muradı necə gördün, necə nətər gördün, rəngi necə idi, ruhu necə idi. Bu adam məndən bir dəfə soruşmayıb, yaxınlaşıb soruşmayıb ki, Səndən niyə sən soruşmalıydım? görmüsən, nə rəydi idi, sən necə idi, nə yaxşı formadı iş idi. görmüsən, sağ ol. Gələydin mənim evimə, birini götürəydin. Adam gəlib, hələ səni səma, o kişi gəlib. Ay kişi, Oturub sən söhbət Rafaeli eləyirdi. günahlandırırsan. Mən Rafael heç gələcək yerə bura. getmirəm. Körpə O vaxtı, sənə lazım olacaq, o da Nəyə görə gələcək getməliyəm? bura. körpə vaxtı itkin Mən də düşə, körpə O vaxt. mən balovu onu axtarıb istəmirsən tapıb, tapılmağı. sən getməliydin onu evinə ki, nə xəbər, necə Birincisi də gördün? ki, hələ biz bilmirik ki, Bu deyirsiniz hələ ki, biz lazım. bilmirik ki, bu Murad onun oğlu doğulu deyil. Sən Çox özünü qəribə nə deyil. öldürürsən? Ay, Peki sağ ol, sən qardaş, öldürürsən. Mən Bir özüm dəqiqə dayan. özüm salonda da Bir dəqiqə oturuyorum. üzr istəyirəm. Buyurun, Bilmirsiniz buyurun. ki, hala Murad bunun oğludur ya deyil. Düzdür. Onda kişinin üzərinə düşmüsünüz. Yox, o iki kişi maraqlanır. Rənci niyə belədir? Rənci o kişinin atan kim deyə bilər ki, ata övladını istəmir. Maraqlıdır ki, o tapılan Bu gün Murad oğlu Heç doğulu bəlli deyil ki, bu Murad bunun Bu oğludur niyə yoxsa yox. istəmir? Amma bu gün burada bir dənə real gerçəklik var. O da nədir bilirsiniz? Qızı atya düşman elədilər bunlar. Niyə? Bir real gerçəkliyi Qızı var ki, siz bir eləmişsiniz də ata qardaş, bir kim danışır. eləyəcək ki? Səndə qardaş sözü adresini Bir denən. danışaq. Sənin telefonumu mən tapsam, Hə. 100 dəfə məndən soruşarsan ki, qardaş bu hardan O telefon necə mənimdirmi? tapdın? O telefon mənimdirmi? Soruşarsan da. Qardaş nə? Mən qardaş bir dəqiqə Hələ dayan. telefondan söhbət. Çox üzr Burada istəyirəm. canlı insandan söhbət. Neçə Bir yaşında dəqiqə, ailə həyatı bir-bir. qurmusunuz? 18 yaşında, düzdür? 18 yaşına qədər sizə o kişi baxmayıb. Boynunuz o kişi eləməyib, Öyle sizə o kişi yazılan verməyib. Bir saniyə, Allah. xahiş Keçən- edirəm, bir. Verib. Dayan. Mikrofona danışın. Bu kişi verib, düzdür? Mikrofona Saxtal Her danışın. verib, şey vermişim düzdür? ona. Her şey Bəs vermişim. Bir danışın Keçən bu dəfə bir. verilişə baxıram, Buyur. Başqadam xanım. Sizin yoldaşınız deyir ki, gedib onu bagaja qoyub gətirərəm mən. Bu sözü necə Ay, deyir? ona demir ya qardaş. Kimə Bir deyir? sözü dedi ki, ay bir Qardaş. qulaq asqa, sözü Ha. düzgün başa düş. Düzgün başa Yox, düşürəm. yox, bir dəqiqə də. Sən el aranı qatırsan, sən el aranı qatırsan. Cəmaat burada bir bir-birinə dəqiqə. düşman Sən eləmir. düzgün başa düşsən. Yox, Bu kimə dedi deyir? ki, mənə dövlət məni tutmasın. Yayın açın, Ha. Bir yayın dəqiqə. açın, Ay gör ki, nələr dedi danışır. dövlət məni Aa, tutmasın. canlı yayın. Mən Ay, 15 ildir evliyəm. Bəlkə sən indiyənə kimi demişəm, mənə 1 manat ver. Ya bir Demem çörək sen. ver. Harda deyim? Eylemişim, hamısını eylemişim. Eləmisən, Eylemişim. bunlarından gəlsin. Amin, amin gələcəkdə. Halallık yoktu ortada. Sən cəmaatın Gəlmişəm. gözünün Ha, mən qabağında onu, mən onu. oğlundan yan Neler, yatırsan. Bir. Ha, o hələ bilmir ki, onun oğludur yoxsa deyil. Bir dəqiqə, siz Ne hardan geleceğim? Evi var, eşiği var. Evladı var. Ne olur be? evi Alimentin Qardaş alacaq. hardadır? Qardaş hardadır? Nə qardaş, hanı? ha? Bu qardaş hardadır? Kardeş de olacak. Kardeş Hardan de olacaq? olacaq. Bəs ha Ya, onun yalvarır ki, uşaqları olur, həmin gəl, qardaşların DNT ver, niyə qızıdır. vermirsən? Ha? DNT niyə vermirdin? Ne denk Niyə vermir? getmədin? Nətər Qazaxıstana. olarsa, Qoşqədəm xanım niyə sənə mənim pasport anamı, düzəltdirdi? anamı siz təhqir eləyəndə mən onu verərəm. Ya bir de sen Mənim bana verin anamdan Murat'ı. üzr istəməzsən, Ha, bütün ruhundan üzr çəmənlik istəməzsin. bilirsən nə deyir? Ha, elə deyir, sənin anan Ha, veribdi sənin anan da Murat'ı. sağ vəsiyyət elədi. Ha, Sən niyə vəsiyyət apar elədi. basamadın kətdə? Hansı Qardaşının kətdə? yanında, anasının Hansı yanında kətdə? niyə basmadın nə? Anamın 7 uşağı var, Sənə 7'si vəsiyyət də edir, buradadır. halallıq Sən vermir, onu deyirsən. qoyma qırağa. Mənə halallıq vermir bu. Ver. Halallıq yaxşı şeydir. Hər şeyin Nə halallığı. danışırsan? Sən nə danışırsan? O məndən elədi. Neyse, Allah sizi balanızı Xoşgörən eləsin. xanım, mən Ay bir dənə bir Allah, söz elə deyim. demə, bəddualar eləmə. Bəddua eləməsən Balamı elə, fikrini tamamla. balamı məndən Bilirsən. elədilər. Qardaş, Sənin xəbərin yəni, yoxdur, hər- sənin xəbərin Bir dəqiqə, O əyləş. vaxtı bu kişiyə hamı bir yerdə irad bildirər ki, o Murad həqiqətən bunun oğlu olar. Amma bu gün Murad bunun oğlu deyil, faktı ki, bu xanım onun qızıdır. Əşi, Bu gün bu indi- kişi ata, o qız bir-birinə düşman olur. Ay Niyə? vətəndaş, Qız- ay qardaş. Hə. Sən hansı atadan, hansı oğuldan, hansı qardaşdan danışırsan? Bunu böyüdən atadan. Bunu böyüdən atadan danışırsan Bəli. və bunu böyütdə ata verdi ərə. Aha. Sonra maraqlanmalı deyil balası ilə. Nə maraqlansın? Nətər Niyə maraqlanmamışam mən? maraqlanmayıb. Niyə Hava maraqlanır. A, qızı oğlu ilə maraqlanmır, görmürsən bunu? Qardaş, bir dənə daha. Onun bilinmir ki, oğludur yoxsa deyil də. Qardaş, mən gör, Beş- gör nə beş deyirəm. il mən Mən Qazaxstana axtardım, niyə sonra. getdim? Getmir. Kimin Niyə? üçün getdin? Kimdən ötürü getmisən? Bunun üçün getmisən? Hə. Bunun üçün getdim. Fixo. Onun üçün getmisən, hə. Niyə Allah Bəs çalacaq. buna deyirəm ki, niyə getmirsən sən? Niyə- Hə, kimin- getmir. Bir-bir danışın Getmir. dostlar. Müəllim, Murad Bir- deyil bir də o, danış. hə? Bəs Muradın
yanına kimi getmək lazımdır ki, bu görək bizim Mən Muraddır nə yoxsa bilim, yox. kim Halva nöbətçi halva deyil. deməklə ağız şirin olur. Qardaş, halva deyil. Düzünə Bu gün- danış da. Mən insandan danışıram, heyvandan Yo, danışmıram. heyvandan Sən söhbət danışdın getmir. heyvandı, mən danışdığım Xeyr, insandır. qardaş, Sən nə heyvandan? heyvandan danışmırsan. Ha, qardaş, bu gün burada bir Sənin reallıq var. Mən bilirəm ki, o oğlan bunun o evlad olsa ən yaxşı atalığı da eləyəcək, evi də verəcək, hər şey edəcək. Mən buna şübhəm yoxdur, görəcək bunu. Bu onu eləsə, Sizin hər nömrəniz kəsin var içində məndə. üzr istəyəcəksiniz. Ha, mən ondan böyünlər üzr istəyim. Mən lazım sənin üzün yox. Ha, Mənə bir bir üzr sən istəyir nədir? ondan. Şey, Sən nə Yox, qoyun keçən nədən dəfə danışırsan? işlətdiyiniz ifadəyə görə elə üzr istəməlisiniz. Nə deyim üzr istəyim? Yox, niyə- Adın siz nə bu qoyun? ağsaqqal Adın nə kişidir, qoyun? səndən böyükdür. Adın Necə nə deyə qoyun? bilərsən Ha, ki, mənim mən də o bagaja böyüyüm qoyub var da. gətirə bilərəm? Mənim də böyüyüm var da. Mənim Qardaş, 70 yaşında böyünü ilə atam var, davranırsan əmlərim xoşuna var. gələr. Yox, sənin böyünü Yəni ilə davranırsan. deyirsən ki, Ramal, yəni sən deyirsən ki, Ayşə imkan verməməli idi atasının Bəli, üçün o sözü. bəli, Bəli, bunu verməm, deyirəm. məni verməyəcək Çünki onlar. Ayşəni böyüdən kişi bu Bəli. kişidir. Böyüdüb sənə verib də qardaş. Səndə də günah Ondan görmürəm. budağına, Günah mən xanımda ondan görürəm ki, budağında hər yəni. sənə o yetkini Və verib ki, zülmə sən onun çəkmə, atası haqqında o sözü deyirsən. yalar. Hər nə olursa olsun, Bir də- bu kişi o övladı Bəs böyüdüb. qardaş yaxşı, qalıbdı Hə. küçədə, ölür. Ha, bilinmir hələ onun Ay, oğludur. ay, Öldü. nətər bilək, qardaş, Çünki sən də onun nətər oğludur bilək? da, deyək ki, onun Nətər oğludur, bilək? ölür. Bilin Neynəsin? Neynəməlidir? Nə var mənim? De gör. Gecə- Neynəməlidir? Yox, neynəsin? Baladan ötürü nə qarlar? Neynəsin bu? Neynəməlidir? Ay, Söz Ramal verin. müəllim, Bir-bir xahiş Ramal edirəm. mən üzr istəyirəm. Saat zəng gəlsə ki, Aha. Allah heç göstərməsin də, oğlun ya yıxılıb, nəsə bir pul lazımdır, nə qararsa. Köməkliyim eləyərəm. O bilir ki, bunun Eləyərsən, oğlu da da onu bilir eləmir. ki, o. Aydın, Bu elə əyləş, siz üçünüzü eləyin. əyləş Zülfiyə Niyə xanım, eləmir? buyurun, Ramal, əyləş imkan verək. Mən çox şeylər bilmirsən. Qardaş, mən bura gəlməmişdən qabaq onun yanına getmişəm birinci. Siz deyirsiniz ki 18 yaşınızdan böyüdüb, 18 yaşınızdan böyütmək bu kişinin borcudur. Amma sonradan gedib dəymək, yoluxmaq onun insafına qalıb. Eləyə də bilər, eləməyə də bilər. Çünki Ay müəllim, başqasına mən- ərə ay verib. müəllim, İkincisi də getmişəm də, deyirsiniz ki, gəlmişik də, bilinmir hamısı. ki oğludur ya oğludur. Bunu geri maraqlanasan, gedəsən Ay, axıra sağ kimi, ol. sonra Çox sağ biləsən ol. ki oğludur ya oğludur. Kim deyir maraqlanmayıb? Bu yazıq kişi maraqlanıb da. Ramon Kim müəllim, deyir ki Kimdən maraqlanmayıb? maraqlanır, Dedik əz ki, qardaş? maraqlanmayıb, gedib heç öyrənməyib də. İnsan getməli idi, ən azından DNT verməli idi. Haçan verib, harda Nətər verib? verib? Verib, mən Verib. Axır gedərdi də. Adamları çağırmaq, bura Bəli. dəvət eləmək bu kişi bəhanə eləyir. Eləmirəm bax. Yayınmaq istəyir. Müəllim, sizin Kişi məsələ uzadır. Ümumiyyətlə narazıdır. Siz deyirsiniz ki, uşaqdan oğlu çıxsa üzr istəyəcəksiniz. Mən danışıram. Mən üzr istəyərəm. Hayır, bir dəqiqə. Tək övladı çıxsın. Aydındır. Bir də Mobil, xahiş bir edirəm. dəqiqə, Mobil Əlməlim, müəllim. buyurun, Dünən də Əlməlim. demişəm, Buyurun, yenə buyurun. də deyəcəm. Axıra kimi də mən bunu səndə görürəm. Sən öz belə aparsan ki, elə bir uşağın geri qayıtmağında marağın yoxdur. Deyil. Elə Bizim görürük. davranışın bu da ki, Niyə yoxdur? Raman müəllimin başa düşürəm Siz münasibətini bu. məndən çox istəyirsin mənim balam. Yox, bir Ya dəqiqə. o istəyir, o bir şey İmkan- istəyir. Eşim işləmir. Siz deyirəm. Bravo, Ay, hayır, sən- buna mən bak, sənin mənə oğlunu artıq- səndən çox Dayı istəyirəm. Qardaş, bir dəqiqə, bir Nə dəqiqə, dayı Xahiş çox edirəm, bir sevirlər, nə dəqiqə. gecinə çox sevirlər. Yan vurma, Nə yanına qardaş qaçma, çox mənə sevirlər, qulaq vallahi. salma cavab ver. Çox Sən cavab verirəm övladın də. haqqında, burada bu istənilən adama soruşsaq ki, övladına bir qoxusu var, bir balaca məlumat var, cumarsan sən mi onu Bəli. axtarsan ora. Mənə elə gəlir ki, sənin marağın olub o uşağın itməyində. Elə görünür. Mənə elə gəlir, mən sənin bütün danışığında bunu görürəm. Ya bunu kimi, hansı adam bu davranış edir? O adam ki, O da dayıların Bravo, hesabına o gedir adam mənim bunu uşağım. eləyər Mənim ki, uşağım dayıların sən mənə qulaq as bir Mənim dəqiqə. evimdə uşaq kim aparıb o cavab deyil. O adam bunu eləyər ki, Qazanalım. o adam səni kim davranar ki, onun marağı var uşağın itməyində. Sən heç marağı yox ki, kimin sən... nə marağı var? Ha, bravo, nə bəhanə Sən edirsən? xarici Açıb pasport Zeynkan'ı düzəltdi göstərdin. Qazaxıstana getməyə. Niyə Zeynkan'ı getmədin bu Qazaxıstana xoşqədəm Zeynkan. xanımla? Xahiş edirəm. Sizin önünüzü... Niyə göstərmirsən Eləsələr, ki? Siz nə Qaş qarasınız? gözün əyində otur aşağı. Otur aşağı. Nə qarasınız? Oturma bilmədim. Gəlsinlər üzr Sənin qaranlıq istəsinlər keçmişin var, otur. Sənin qaranlıq Heç nəyim keçmişin yoxdur. var. Şərait lazım imiş. Aydındır, gəlin belə Şərait eləyək, lazım dostlar. imiş ki, durub qışqırsın. Mən adları çəkilən şəxsləri gözləyirəm. Xahiş edirəm. Qazaxıstana yol pulum yox. Gəlin Bu bir nədir? dəqiqə, Nə xahiş oldu? edirəm. Mən səndən dava eləmək istəmirəm, mobil. Sakitliyə Sənə mən kənardan Lütfən. söhbəti müşahidəmi deyirəm. Lütfən. Allah kömək Mən olsun. insan Bir psixologiyasını dəqiqə. işləyirəm, sən halımı görürəm də mən necə... Sakin. Tamam, Mənə Əlbəli, nə- tamam. nə Deməli, deyəcək? adları çəkilən şəxslər var. O şəxslər mən xahiş eləyirəm. Çünki biz həqiqətən də bir əziyyət çəkmişik. Neçə müddətdir bu DNK-nın cavabını gözləyirəm mən. Amma mobilin verdiyi, qoyduğu şərt ki var, məcburən ona da mən razıyam. Niyə? Çünki
bu DNK-nı da bir şərtlə götürmüşdük. Ona görə. O Oğlum, şərtləri mən indi açmıram. DNK-nın cavabı açılanda o şərtləri də Ha. deyəcəm. Bir dəqiqə mobil dönəcəyəm. Çünki səninlə bağlı zəng var. Ayşad, İlk önce sən herkes- mənə Hüseynlə bağlı nəsə demək istəyirsən. Nə demək istəyirsən qızım? ben deyirəm ki, ilk önce herkes- Qulağıma demək istəyir o sözü. Xahiş edirəm efirə getməsin səs. Gəl bura. Səndə bir izləyicinin lütfən sakit. Mən ancaq sakitlik yaradın deyirəm. Bir-birimizə hörmət edək danışarkən. Mən onları bir izləyici bura göndərmişdi. Özləri mənə müraciət etməmişdi. Bu körpə uşaq çöldə qalıb deyə, soyuq bir havada. Və gördüyünüz bu qutu ki var, bu qutuda onlar üçündür. Sadəcə o qədər taleylər var ki, mən çatdırıb bir-bir bunları edə bilmirəm. Qızım, gözünün altına nə olub? Mikrofonun hanı? Dəqiq. Niyə elə şişdi gözünün altı? Hiç ne olmayıptı. Bilirəm, deyirəm, niyə elə şişdi gözünün altı? Yuxusuzluqdan. Yuxusuzluqdan. Hə də, hamı, bütün analar yuxusuz qalır, uşağa baxırlar. Biri. Qızım, mənim qulağıma Hüseynlə bağlı nəsə demək istəyirsən. Xahiş eləyirəm, səsi Şahin alaq, buyur. Sadəcə mən inanmaq istəmirəm. Qəti şəkildə buna inanmaq istəmirəm. Çünki Hüseynə inanıram. Olur, burada çox insanlar olur. Mən onlara inanmadan kömək edirəm. Bilirəm ki, naxələfdir, bilirəm ki, nədir, o heç. Amma bu Hüseynin bir çaba göstərməsini, çabalamasını, belə həqiqətən ürək ağrısıyla izləyirəm. Samirə, zəng eləyin, həmən adamı çağırın bura. Ayşadın dediyi doğrudur, yoxsa yalandır? Çağırın həmən adamı. Dəhşət sadəcə. Mən buna inanmaq istəmirəm Hüseyin. Mən inanmaq istəmirəm. Mən inanmaq istəyirəm ki, sən mənim tanıdığım Hüseyinsən və burada da həqiqətən sənə sidqi ürəkdən Allah şahiddir ki, səmimi qəlbdən atasız, anasız, çarəsiz bir insan olduğun üçün kömək istəyirəm, etmək istəyirəm. Allah sizə can sağ versin, çox sağ olun. Qısa bir ara veririk, qısa bir aradan sonra devam edirik.